Müğənni İntiqam Kərimov öz aramızda verilişində səsləndirdiyi açıqlamaları ilə diqqət mərkəzinə düşüb. Canlı yayıma telefon zəngi ilə qoşulan sənətçi müğənni Vəfa Şərifovanı müdafiə edib. Studiyaya zəng edən tamaşaçılardan birinin İntiqam Kərimovu tənqid etməsi isə müğənnini əsəbləşdirib. İntiqam Kərimov bildirib ki, Vəfa Şərifova haqqında dedikləri yanlış anlaşılıb. O, Vəfadan maşın alanın da, 1 manat pul alanın da Allah görba-gör etsin. Mən sadəcə dedim ki, qızın səs diapazonu budur. Çünki uşaqlıqda onun müəllimi olmuşam. O gedib toyxanalarda oxuyur, pulunu qazanır. Mən onu özüm kimi oxumağa məcbur edə bilmərəm. Bilmədən danışırsınız. Mən heç vaxt Vəfa bir nömrədir deməmişəm. Sadəcə səs diapazonunu göstərmişəm, deyə vurğulayıb. Müğənninin bu açıqlamaları veriliş zamanı müzakirələrə səbəb olub və sosial şəbəkələrdə də geniş rezonans doğurub.